Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, futbol sevərlərimiz, ən əsası Qarabağ azarkeşləri, Qarabağ sevərlər. Sizləri yenidən xoş gördük. Düzdür, hava yağışlı olsa da bu havanın da başqa bir biz futbol sevərlər üçün zövqü var. Sizə bir məlumatı çatdırmaq istərdik. Bilirsiniz ki, Misli Premyer Liqasında, Azərbaycan Premyer Liqasında bu həftə derbi var. Qarabağ Neftçi derbisi, Qarabağ Futbol Klubu doğma arenada Tofiq Bəhramov adına Respublika stadionunda Neftçi ilə qarşılaşacaq. Bu derbi Azərbaycan futbol camiasında əsas oyunlardan biri sayılır. Biz Qarabağ azarkeşləri üçün xüsusilə də daha maraqlı oyundur. Elə bu anda bugün Qarabağ Futbol Klubu tərəfindən açıqlanan bir xəbəri sizlərin diqqətinizə çatdırmaq istərdim. Belə ki, derbi oyunu, yəni Neftçi Qarabağ oyunu, Qarabağ Neftçi oyunu başlamamışdan əvvəl stadiona təşrif buyuran azarkeşlərimiz əyləncə xarakterli tədbirlərlə daha da bu tədbirlərə qatılıb zövq ala bilərlər. Bu derbinin həyəcanına daha bir həyəcan qatıb bu oyundan zövq ala bilərlər. Bu tədbir əyləncə xarakterli bir tədbirdir. Oyun başlamamışdan əvvəl fan zone deyilən bir formatda olan tədbirdən ibarətdir. Bu tədbir tərkibcə üz boyama, qidalanmadan, əyləncəli fəaliyyətlərdən, hədiyyələrdən ibarətdir. Yəni bu sürprizi bizim futbol azarkeşlərimiz, Qarabağ azarkeşlərimiz yəqin ki qaçırmaz. Bu cür formatlı, bu cür əyləncə xarakterli tədbirə qoşularlar. Bu tədbirdə, əyləncə xarakterli tədbirdə üz boyama, rəngini göstər şüarı ilə, qidalanma, enerjini topla şüarı ilə, əyləncəli fəaliyyətlər, əsl futbol ovqatı şüarı ilə bu kodeksdən, belə deyək, bu devizdən ibarətdir. Yenə də Qarabağ azarkeşlərinin nəzərinə çatdıraq ki, bütövlükdə futbol azarkeşlərinin nəzərinə çatdıraq ki, stadiona 2 saat öncədən qabaq gəlmək lazımdır və bu futbol bayramından doya-doya zövq alıb əyləmək lazımdır. Bir daha siz futbol sevərlər, Qarabağ azarkeşləri, Qarabağ sevərlər, bu məlumat sizlər üçün maraqlı oldusa, bu videonu paylaşın, bəyəndim eləyin. Növbəti oyunlarda, derbilərdə görüşmək ümidi ilə hələlik özünüzdən müğayət olun. Allah amanında.